Mersin Binə qəsəbəsi Mehriban qonşular deyilən ərazidə 2 sot yarıma yaxındır. 4 otaqlı ev, qiyməti 69 min. Bax burada box kimi də saxlayıblar. Həyətə 2 maşın da rahat daxil ola bilər. Yerdən 7 daş kürsülüdür. Həyətin qabaq hissəsini doldurub 3 daşı qalıb, amma böyürdən düşdükcə padval qapısı arxadadır. Orada görəsiniz ki, yəni get-gedə aşağı düşülür də. Hardasa gəlin bir dənə buradan göstərim. Bir 4 pillə də buradan düşürük aşağı. Padval qapısı da arxadandır. 7 daş təmiz kürsüsü var. Belə bir həyət yan ərazidə qapı da birbaşa məhliyə açılır. Dayandır. Koridor sistemdir. Girdik, belə bir koridor. Sağda mətbəximiz. Mətbəx mebeləcəndə hər bir şey var. Burada adden bir dənə santer var uşağı. Asma tavanlandı plus. Keçdik, təzədən belə koridorla davam edirik. Burada bir yataq otağı. Bu ikinci yataq otağı, uşaq otağı kimi eləyiblər. Və yəni belə qonaq otağımız. Qoşa daşla tikilmiş evdir. Bu da digər yataq otağımız. Gördüyünüz kimi. Evimizin qiyməti 69 min. Mehriban qonşular deyilən ərazidə. Kanal üstündən də bura yol var. Qiymət 69 min. Sayğacılar, qaz işıq hamısı var. Suyu da quyu suyudur.